Xəbər verdiyimiz kimi, Gəncədə Bakubas MMC-yə məxsus 11 nömrəli marşrut xətti ilə hərəkət edən avtobusda sürücü ilə sərnişin arasında insident yaşanıb. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə hadisədən sonra sürücünün əmək müqaviləsinə xitam verilib. Sözügedən insidentin tərəfləri sürücü Elşən Əliyev və sərnişin Sabir Abbasov Gəncə xəbərə müraciət edərək bir-birindən üzr istədiklərini və barışdıqlarını bildiriblər. Onlar baş verən hadisəyə görə peşman olduqlarını qeyd ediblər. Sürücü Elşən Əliyev bildirib ki, həmin vaxt səhər saatlarında yollarda müşahidə edilən sıxlıq, avtobusun salonunda yaranan gərginlik və nəqliyyat vasitəsinə zərər dəyə biləcəyi ehtimalı onu həyəcanlandırıb. Sərnişin Sabir Abbasov isə öz növbəsində hadisə zamanı daha anlayışlı davranmalı olduğunu qeyd edib. O, Elşən Əliyevin işdən çıxarılmasının ona pis təsir etdiyini deyib. Sərnişin Bakubas MMC-nin fəaliyyətindən razı olduğunu da vurğulayaraq, sürücünün yenidən işinə qaytarılmasını xahiş edib. Mən o bir şoförə səbətləyəcəm, haifim olmasını istəyirəm. O da haifimi gəlib məndən çıxır. Yəni üzünü sayın, Eris qardaşında günah yoxdur. İşinə qaytarıb, sahib deyildir. Qadanız alaram. İki balası var. Üzünü sayın, qadanız alaram.